Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Allah'ın salamı, rəhməti və bərəkəti olsun hər birinizin üzərinə. Allah Teala ibadətlərimizi, itaətlərimizi ali dərəcədə qəbul eləsin inşallah. Bu günləri 4-cü gündür. İnşallah Kumel duası da oxunacaq, tərcüməsi ilə birgə oxunacaq və elə 4-cü gün demişdik ki, Qur'an-ı Kərimin təfsirin inşallah davam eləyəcək Allahın izni ilə və Vaqiə surəsinin təfsirin inşallah davam eləyirik. Surənin artıq sonlarına yaxınlaşmışıq. Bu günləri inşallah Vaqiə surəsinin 88, 89, 90 və 91-ci ayələri haqqında inşallah təfsirin danışmağa çalışacaq Allahın izni ilə. Allah Teala Qur'an-ı Kərimdə Vaqiə surəsinin 88-ci ayəsindən etibarən buyurur ki, Bismillahirrahmanirrahim. فَأَمَّا إِنْ كَانَ مِنَ الْمُقَرَّبِينَ Əgər o Allaha yaxın olanlardandırsa, فَرُوحٌ وَرَيْحَانٌ وَجَنَّاتُ نَعِيمٌ Onda ruha və reyhana bol neymətli cənnətə yetişər. Yəni, beləliklə, əgər bu Allaha yaxındırsa, o ruha çatar, reyhana çatar və bol neyməti olan cənnətə çatar. فَأَمَّا إِنْ كَانَ مِنْ أَصْحَابِ الْيَمِينَ Əgər o sağ tərəf yoldaşlarındandırsa, əgər sağ tərəfin əhlindəndirsə, فَسَلَامٌ لَكَ مِنْ أَصْحَابِ الْيَمِينَ Və əgər onlardandırsa, onlara salam olsun. Sağ tərəf yoldaşlarından sənə salam olsun. Əgər sağ tərəf yoldaşlarındandırsa, növbəti ayda buyurur ki, sənə sağ tərəf əhlindən salam olsun. Ayənin təfsirinə baxanda biz görürük ki, Vaqiə surəsinin sonuncu ayələri demək olar ki, surənin bütün məzmununu özündə cəmləşdirib. Bu surənin sonu artıq insanın can vermə anına, ölüm anında yaşadığı və yaxud da müşahidə elədiyi səhnələrə aiddir. Çünki bəziləri rahatlıqla, gülər üzlə canını tapşırar, gözlərini bu dünyaya rahatçılıqla, sevinclə yumar, bəziləri isə əzabla, hətta cəhənnəm əzabını müşahidə etməklə bu dünyadan gedər. Müşahidə etməklə bu dünyadan gedər. Allah Teala Qur'an-ı Kərimdə Kəhf surəsində buyurur ki, biz zalimlər üçün bir od hazır eləmişik ki, sanki onu bürüyüb sanki. Yəni, gözün yuman kimi əzabı başlayacaq. Həmçinin möminlərdə də gözün yuman kimi onun rəhmət onun üçün başlayacaq. Niyə görə şəhidlərə şəhid deyirlər, şahid sözündən də bilirsiniz? Çünki şəhid artıq, şəhid olduğu andan etibarən Allahın rəhmətinə şahidlik eləyir. İlk olaraq bu ayələrdə başlayır ki, فَأَمَّا إِنْ كَانَ مِنَ الْمُقَرَّبِينَ Allah yaxın bəndələr haqqında deyir ki, əgər o Allaha yaxın olanlardandırsa, فَرُوحٌ وَرَيْحَانٌ وَجَنَّةُ نَعِيمٌ Onun üçün yetişəcək şey ruh və reyhan bol neymətli cənnətdir. Burada əvvəl iki kəlmə haqqında danışacaq. Ruh və reyhan. Çünki deyir ki, Allaha yaxın olan bəndələr bu iki şeyə yetişərlər. Lüğət alimlərinin dediyinə görə ruh sözünün mənası xoş ətirli bir şey və yaxud da bitki deməkdir. Lüğət alimləri deyir ki, ruh sözü xoş ətirli bir şey mənasındadır və yaxud da bitki mənasındadır. Sonradan bu söz isə rahatlıq bəxş edən hər bir şeyə aid edilmişdir.
Ayədə ruh kəlməsi keçir, reyhan kəlməsi keçir. Bu sözlər bütün rahatlığı, ilahi nemətlərlə olan rahatlığı özündə cəmləyir. Yəni, insan dünyasını dəyişəndən sonra Allaha yaxın olan bəndələr bütün rahatlığa çatacaqlar. Başqa bir ifadə ilə deyildikdə, ruh sözü insana bütün sıxıntılardan nicat vermək deməkdir. Reyhan isə o sıxıntıdan sonra nemətlərin ona yetişməsi deməkdir. Yəni, ruha çatmaq o mənadadır ki, mən sıxıntıdan qurtuluram. Reyhan isə nədir? Mən nemətlərə çatıram. Allah razı olsun. Başqa bir neçə də qeydlər var bu ruh və reyhan haqqında. Qeyd edirlər ki, təfsir alimləri ruh sözünün mənası mərhəmət, rəhmət, reyhan sözünün mənası şərafətə çatmaq deməkdir. Başqa bir təfsir qeyd edir ki, ruh sözünün mənası cəhənnəm odundan nizat tapmaq, reyhan sözünün mənası behişdə daxil olmaqdır ki, Allaha yaxın olan bəndələr buna çatacaqlar. Başqa bir təfsirdə qeyd olunur ki, ruh sözünün mənası qəbir evində olan rahatlıq, reyhan sözünün mənası isə cənnətdə olan rahatlığa işarədir. Başqa bir təfsirdə buyurulur ki, ruh sözünün mənası sıxıntıların aradan getməsi, reyhan sözünün mənası isə günahların bağışlanmasıdır. Başqa bir təfsirdə buyurulur ki, ruh sözünün mənası Allaha tərəf baxmaq, nəzər eləmək, reyhan sözünün mənası isə Allahın kəlamını eşitməkdir. Və ayədə baxanda görür ki, ruha çatmaq deyilir, reyhana çatmaq deyilir və cənnətlə, nemətlə dolu olan cənnətə yetişmək deyilir. Və bunu nəzərə alaraq qeyd edirlər ki, ruh və reyhan ölüm anına, qəbirdə və bərzəxdə olan rahatçılığa işarədir ki, Allahın yaxın bəndələri bu məqama çatacaqlar, amma ayənin içərisində keçən növbəti kəlmə cənnət isə axirətə aid olunur. Bu barədə hədis varmı? Bəli, var. İmam Cəfər Əs-Sadiq əleyhissalam buyurur ki, dünyasını dəyişən adam Allaha yaxın bəndələrdən olsa, ruh və reyhan kəlməsindən məqsəd qəbirdə sorağına gələcək, o rahatçılıq, qəbirdə onun sorağına gələcək. Cənnət kəlməsi ki, işlənən ayədə ki, cənnət kəlməsi işlənib, bu isə axirətdə nəsib olacaq. İmam Cəfər Sadiq əleyhissalam buyurur. Çünki ayədə 3 dənə rahatçılıqdan bəhs olunur. Bir ruh, ikinci reyhan, üçüncü isə nemətlə dolu olan cənnət. İmam Sadiq əleyhissalam deyir, bunun ikisi deməli qəbrə aiddir, qəbirdə onun rahatçılığı bəxş olunacaq, nemətlə dolu olan cənnət deyiləndə isə axirətə işarədir. Növbəti ayədə nədir? Növbəti ayədə deyir ki, وَإِمَّا إِنْ كَانَ مِنْ أَصْحَابِ الْيَمِينَ Əgər sağ tərəf yoldaşlarındandırsa, çünki birinci deyilən nemətlər Allaha yaxın olan bəndələrdir. Bu, ikinci deyiləndən daha üstündür. Birinci daha üstündür. Deyir, yox, əgər sağ tərəf yoldaşlarındandırsa, sağ tərəf yoldaşları nə deməkdir? Yəni, əməl dəftəri sağ əlinə verilənlər onlardandırsa, ayənin davamınca buyurur ki, فَسَلَامٌ لَكَ مِنْ أَصْحَابِ الْيَمِينَ Əgər o, həmin şəxs, dünyasını dəyişən şəxs, sağ tərəf yoldaşlarındandırsa, ona deyirlər ki, salam olsun sənə sağ tərəfin yoldaşlarından. Burada da bir neçə nəzər var ki, buradan məqsəd nədir? Birinci deyirlər ki, birinci məqsəd budur ki, sən sağ tərəf əhlindənsən, mələklər ölüm anında dünyasını dəyişən adama deyərlər ki, sən sağ tərəf əhlindənsən və sənə öz dostlarından salam olsun. Cənnətdə ki, sağ tərəf yoldaşların var, sən onların yanına gedəcəksən. Elə getməmiş ilk qarşılama sənə salamla olar. Elə bu surənin 26-cı ayəsində deyir ki, İllə qilə sələmən sələmə. Deyir ki, cənnətdə onların kəlamları ancaq salam olar. Bəzilər bu ayə haqqında deyirlər ki, bu ayədən məqsəd deyirlər ki, sən əgər o sağ tərəf əhlindəndirsə, bəzilər deyir ki, o dünyasını dəyişən sağ tərəf əhlindəndirsə, mələklər ona deyər ki, sənə salam olsun, çünki sən sağ tərəf əhlindənsən. Sağ tərəfin əhlindənsən. Sağ tərəfin əhli nə deməkdir? Bunun
mənası haqqında deyirlər ki, əməl dəftəri sağ əlinə verilən şəxsdir. Adətən sağ tərəf deyiləndə bizim əsas tərəfimiz nəzərdə tutulur da. Məsəl üçün sağ tərəf güc mənasındadır, qüdrət mənasındadır, həyat mənasındadır, bacarıq, müvəffəqiyyət rəmzi olunur, bəli. Və ümumilikdə, yəni sağ tərəf deyiləndə yaxşılığa tərəf, gücə tərəf, üstünlüyə tərəf meyilli olandır. Məsələn, bəzi insanlar var ki, deyirlər ki, solaxayıq. Məsələn, necə? Solla yazırlar, amma sağ kimi yazmırlar. Bizimlə universitetdə bir qardaş oxuyurdu, o solaxay idi. Yəni, sağla yazamıyor, solla yazdı. Amma solla da sağ kimi yaza bilmirdi. Çox yavaş-yavaş, çox ağır-ağır yazırdı. Ümumiyyətlə, alimlər deyir ki, insan dünyaya gələrkən onun sağ və sol olması deyə bir şey yoxdur əslində. Sadəcə inkişaf eləməsinə baxır. Necə inkişaf eləyirsə, o cürünə davam edir. Adətən də sağla, sağa aid olan bir şey olduğuna görə sağı inkişaf elətdirmək daha məsləhətdir. Çünki solla inkişaf eləyəndə tam yerinə sanki oturmur. Ondan əlavə, qeyd olunur ki, sağ tərəf əhli kimdir? Sağ tərəf əhli. İmam Muhammed Baqir əleyhissalam buyurur ki, hum şiətuna və muhibbuna. İmam Baqir əleyhissalam buyurur ki, sağ tərəf əhli bizim şiələrimizdir və bizim dostlarımız və tərəfdarlarımızdır. Allah bizləri də sağ tərəf əhlindən qərar versin və daha da yüksəyi olan, ondan da yüksəyi olan Allahın müqərrəb bəndələrindən qərar versin. Bir xülasə olaraq sözümü toparlayıram. Bu ayələr, oxuduğumuz ayələr bizim gözümüzdə canlandırır ki, insan dünyasını dəyişəndə hələ ki ikisini dedik. Birində gələn həftə inşallah nəsib olsa deyəcək. Hələ ki ikisini dedik. Ayə bizim gözümüzdə iki dəstəni canlandırdı. Birincisi Allaha yaxın olanlar, onlar üçün nemətlər, ruh, reyhan, cənnət, bu kimi nemətlər olan nəsib olacaq. Ondan sonra isə ikinci dəstə sağ tərəf əhlidir ki, Allah və sağ tərəf əhlinə ilə sağ tərəf əhlindən salam gəlir və yaxud da mələklər onlara salam deyir. Ümumiyyətlə, o hər ikisində biz deyə bilərik, ola bilər ki, elə bu ayədən nəzərdə tutulan hər ikisi ola bilər. Sağ tərəf əhlinə elə cənnətdəki yoldaşlarından salam deyilmiş ola bilər və ondan əlavə də onların salamından əlavə elə mələklər də ona salam deyər. Çünki səhv eləmirəmsə Quran-ı Kərim ayəsidir. Quran-ı Kərimdə buyurulur ki, insan cənnətə daxil olanda mələklər də onları salamlayar. Deyər, selamun aleykum bimə sabərtum. Salam olsun sənə, səbr etdiklərinizə görə sizə salam olsun. Nəticə olaraq, insan əgər mömin olarsa, istər Allaha yaxın bəndə olsun, istər sağ tərəf əhlindən olsun, əgər dünyasını dəyişərsə, dünyasının dəyişdiyi andan etibarən onun üçün rahatçılıq, onun üçün neymətlər, onun üçün xoş bir həyat başlayacaqdır. Allahdan istəyimiz, duamız budur ki, Allah Teala bizə də bu cür bəndə olmağı nəsib eləsin ki, öldüyümüz ruhumuz bədənindən çıxdığı andan ki, bizə də neymətlər nəsib olsun inşallah. İnsan bir ömür boyu qəbirdən qorxur, insan bir ömür boyu ölümdən qorxur. Amma bu ayələr bizə başa salır ki, əgər sən həqiqi bəndə olmağı bacarsan, ölüm də sənin üçün xoşbəxtçilikdir, qəbir belə sənin üçün rahatlığın başlanğıcıdır. Allah Teala hər birimizə nəsib eləsin inşallah. Amin, amin, amin ya Rabbal aləmin.